120 min insan bir gün Qədir Xumda Peyğəmbərin bu ayəsini eşitdilər, əlbəəl gəlib 3 gün beyyət elədilər. Peyğəmbər dünyasını değişən kimi gəlib Əhl-i Beytin qapısını yandırdılar. Quranı silməzdilər, ayənin adları təhrif eləməzdilər deyirsiniz. Niyə eləməzsiniz? Şübhəsiz ki, zikri biz nazil etdik. Əlbəttə, biz də onu qoruyacağıq. Rəbbinin kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən. Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, müdrik, tərifə layiq Allah tərəfindən nazil edilmişdir. Həqiqətən bu, ehtirama layiq Qur'andır. Qorunub saxlanılan yazıdadır. Bəli, bu, şanlı Qur'andır. O, mühafizə edilən lövhədədir.